şəraiti yaratdıq, vaxt verdik ki, öz əmlaklarınızı yığasınız, aparasınız. Onunla beraber sizə bir daha biz izah elədik ki, əgər qalmaq istəyirsinizsə, qalın burada yaşayın. Azərbaycan Respublikası vətəndaşlarının hüquqları sizə də şamil olacaqdır. Siz də biz vətəndaşımız olaraq yaşayacaqsınız. Siz bunu bəzi istəmədiniz və getdiniz və biz sizə kömək elədik, bütün əmlaklarını yığmağa da, maşına da qoymağa bəzilərini. Qadın vardı burada, kişi vardı, o da kömək elədik, əmlaklarını qoyduk maşınlara, yola saldık. Bununla beraber bugün de biz size bu şərait yarattık ve siz